7-dən 77-yə, şəhərdən kəndə fərqi yoxdur, yəni. İstənilən tərəflə, fermerlə, startapla, gənclə, hətta artıq özünü reallaşdırmış biznes subyekti ilə belə və yaxud gənc ana ilə, yəni fərqli bizdə benefisiarlar var, belə deyək, layihə qrupları var. Onlara özlərinin kimliyini açmağa və bu kimlik üzərindən müxtəlif inkişaf texnikaları biz verməyə çalışırıq ki, müxtəlif biliklər, bu istər texnologiyanın təşviqi olsun və s. layihənin məqsədindən dəyişə bilər. Dediyim kimi çox danışa bilərəm. Ümumiləşdirsəm, Smart Nation ideyası bir insanı olduğu bir deyək də kimlikdən asılı olmayaraq birinci öz şəxsi potensialını dərk edərək, daha sonra fermer olsun və yaxud mədəniyyət işçisi olsun, gənc olsun, karyera inkişafında olan istənilən bir artıq onun sosial statusuna əsas götürüb biz onları artıq müxtəlif bilik və bacarıqlarla, yeni səriştələrlə, artıq bir proqramlarla onları A nöqtəsindən B nöqtəsinə aparırıq. Bugünkü qonağımız Smart Nation platformasının təsisçisi, eyni zamanda COP29 komitəsinin üzvü Şəbnəm Məmmədovadır. Xoş gəlmisiniz Şəbnəm xanım. Çox sağ olun dəvətinizə görə. Şəbnəm xanım, istəyərdim ki, uzun illərdir innovasiya və texnologiya sahəsindəsiz və fəaliyyətinizdə yaşıl texnologiya anlayışı sizin üçün nə ifadə etdi? Bunlardan danışaq. Yaşıl texnologiyalar anlayışı ifadə olaraq özü iki hissədən ibarətdir. Yaşıl və texnologiyalar. Əslində hər biri necə deyim də dərin mövzudur, amma onların həm də sinerjisi ümumi innovasiya və texnologiya anlamında fərqli bir, yeni bir belə deyək də ölkə gündəmində ələxüsus, dünyada isə son illər aktual bir istiqaməti önə çəkir. Yaşıl ümumiyyətlə təbiətin özüdür. Yaşıl belə deyək də yaşam fəlsəfəsidir mənə görə və bu kontekstdə insanların yaşıl belə deyək də zəkası, indi son vaxtlar ən çox mövzu olan ekoloji mövzular, ekoloji zəka, hansı ki biz resursları qorumalıyıq, təbiəti qorumalıyıq və bu yaşıl mövzuların sırf texnologiyalara adaptasiyası, sırf resurslardan qənaətlə istifadəni, ekologiyanın ümumi ekologiya adı altında belə deyək də təbiətdə ihtiva olunan fauna, flora, mikroorqanizmlərin qorunması, bu kontekstdə yaradılan texnoloji belə deyək də həllərin, innovasiyaların toplusudur. Əgər belə buna bir elmi akademik nöqteyi nəzərdən baxsaq, amma dediyim kimi, yəni istiqamət olaraq texnologiya özü həyatımıza asanlıq gətirən, rahatlaşdıran, 24/7 xidmətləri, prosesləri bizə çatan edən bir istiqamət kimi baxsaq, yaşıl texnologiya deyəndə həmin o istiqamət sırf insanları əllərində olan təbii resursları və hansısa bir formada ona əksər hallarda pulsuz verilən bir belə deyək də havanı, sunu, torpağı, əslində çox baza və çox əhəmiyyətli bir resursları qoruması üçün, onu daha çoxaltması üçün belə deyək hansısa bir tutaq ki də hallarda verilən bir istiqamətdir ki, hansı ki son dönəmdə keçən ildən ələxüsus başlayaraq COP29 hər kəsin eşitdiyi dönəmdə bəli, ölkədə daha çox səslənməyə başladı, amma əslində baxsaq, sizin özünüzün də EcoHub olaraq başladığınız bir yolda bu yaşıl belə deyək də mövzuları artıq neçə ildir çox aktualdır. Əslində elə COP29-u qeyd etmişkən bir neçə müddət bilirəm ki, bu mövzu aktual olacaq. Mənim üçün maraqlıdır. Orada bir təşkilati komitənin üzvü kimi sizin təəssüratlarınız necə oldu? COP29 əslində həm mənim özümün peşəkar fəaliyyətim üçün, həm Smart Nation kontekstində, həm də vətəndaş olaraq mən üç cür bu suala cavab vermək istəyirəm. Ümumiyyətlə təşkilat komitəsinin üzvü olaraq baxsaq, COP29 bizim ölkəmiz üçün çox əhəmiyyətli, indiyə qədər keçirilmiş tədbirlər arasında çox əhəmiyyətli bir tədbir idi. Çünki siyasi və digər hansısa bir belə deyək də çox vacib ölkə üçün, ölkənin ümumi mövcudluğu, müstəqilliyi, suverenliyi üçün hər zaman biz çox böyük bir tədbirlərə ev sahibliyi eləmişik uzun illər ərzində. Amma tematik olaraq hansı ki ölkəmiz hansısa bir texniki mövzu üzrə dünyada olan müxtəlif sahədə akademik, bu sahənin qərarverici şəxsləri, siyasi şəxsləri,
nazirliklərin nümayəndələri, akademik mühitdə olan universitet tədqiqat mühitləri, beyin mərkəzləri, startaplar, belə deyək də, gənclər, ən ciddi, belə deyək, COP-un indiyə qədər dünyada keçirilmiş bütün COP-larda ən böyük tərəflər, iştirak edən tərəflər, icmalar, böyük sayda icmaları bir araya gətirən ilk belə deyərdim ki, indi idman digər musiqi tədbirlərini kənara qoysaq, insanları düşündürən, həqiqətən ciddi çağırışlara səsləyən ilk bəlkə tematik tədbirlərdən biri idi. Çox düşünürəm ki, biz hər zamankı kimi hər şeyə yaxşı mənada çox perfeksionist yanaşmamızı sərgilədiyimiz növbəti bir tədbir oldu. Böyük bir proqram var idi. Çox böyük bir necə deyim də, iştirakçı mövcudluğu xarici ölkələrdən var idi maraq. Ölkəmizdə həm dövlət qurumları çox super koordinativ şəkildə, yəni müxtəlif dövlət tədbirlərinin açığı iştirakçısı olmuşam. Koordinasiya tərəfdə ümumi kontent quruculuğu və s. Amma çox maraqlı bir təcrübə idi mənim üçün ki, 50-yə yaxın dövlət qurumu, korporativ mühitdə olan, belə deyək də, böyük holdinqlər, kiçik şirkətlər fərqi yoxdur. Universitetlər səfərbər olunmuşdu. Yəni belə deyək, hər tərəfi dəyər yaradan, öz prosesində dəyər yaradan hər tərəfi hərəkətə gətirən bir tədbir idi. Çox böyük proqram, geniş proqram var idi. Belə mədəni tədbirlər də çox maraqlıdır və s. Digər və mən bunu həm belə deyək də Smart Nation kontekstində nəyə görə bildirmək istəyirəm? İcmalar üçün, Azərbaycan icmaları üçün təbii ki, indi sizin kimi tematik ixtisaslaşan icmaları kənara qoysam, hansı ki, bu onların belə deyək də yarandığı, fəlsəfənin formalaşdığı andan əsas ana xəttdə olub, amma bizim kimi ümumi kontekstə tutaq ki, insan inkişafı və yaxud hansısa bir halda innovasiyaların, texnologiyanın tətbiqi ilə bağlı məşğul olan başqa bir paralel platformalar keçən ilki gündəmini daha çox bu sahələrə belə deyək də uyğunlaşdırdılar, yönəltdilər. Çünki həssas idi, hamının əsas pain pointlərinin formalaşdığı bir dönəm idi. Vətəndaş olaraq təbii ki, biz bunu müxtəlif kontekstlərdə istəyirik. Daha çox yaşıl mövzuları artıq olduğu istiqamətdən, professionallaşdığı mühitdən asılı olmayaraq biz hər birimiz artıq COP-u eşidirdik, tez-tez onun hansısa bir formada kontentinə rast gəlirdi, velosiped yolları salınırdı, ağaclar əkilirdi. Bir maraqlı bir yarışma bir modu var idi və biz də oradan ilk dəfədir ki, mən düşünürəm ki, fərqi yoxdur, yəni bir hər kəs olduğu müddətdən asılı olmayaraq, işlədiyi yerindən asılı olmayaraq bu yaşıl ekoloji zəka, təbiəti qoruyaq, suyu qoruyaq mövzuları bu indi ən sadə bir istiqamətlərdir. Ən belə tez-tez eşitdiyimiz bir dönəm idi. Ümumiləşdirsəm hər üç statusda düşünürəm ki, bu cür ümumiyyətlə insan niyəsə yaradış olaraq elə bilir ki, bütün resurslar hər zaman ona daimi verilir. İstisnasız verilir, sonsuzdur və düşünürəm ki, keçən il ən azı təbii ki, anlaqlıq səviyyəsindən asılı olaraq insanların hər kəs bu mövzunu öz olduğu mühitdə istənilən formada çeynəməyə bir imkanlar oldu onda. Bəli. Əslində elə Smart Nation platformasından danışdıq. Bilirik ki, bu təsisçisisiz və maraqlıdır, onu hansı məqsəd üçün yaratmışdınız? Ümumiyyətlə nə gözləyirdiniz bunu yaradanda? Çox sevirəm bu sualı. Buna tez-tez də biz tez-tez podkastlar çəkiləndə və yaxud hansısa müəyyən yerlərdə deyirəm ki, bəlkə saatlarla danışacağım mövzudur. Mən belə deyək də tez qısaltsam bu mövzunu 12 ilə yaxın dövlət qurumlarında fəaliyyət göstərmişəm və daha çox innovasiya və texnologiyalar belə deyək də inkişafı, ölkədə bu sahənin yayılması, insanların bu sahədə düşüncə tərzinin formalaşması istiqamətində maksimum çalışmışam, faydalı olum, müxtəlif layihələrlə və s. Amma hər zaman proseslərdə sezdiyim bir ciddi bir
ağrılı nöqtə var idi. İstəyir bu qanunvericilik layihələri işlənilsin, istəyir biz çox böyük infrastruktur layihələri icra edək, tutaq texnopark quraq, böyük inkubasiya mərkəzi açaq, innovasiya mərkəzi açaq və yaxud hansısa bir inkubasiya proqramları həyata keçirək. Yəni kontent quruculuğu belə deyək də məşğul olub sahə ilə yarışma edək və s. Amma istənilən məsələ hansısa bir məqamda gəlib insan faktoruna dayanırdı ki, insanların inkişafı ilə bağlı mən və mənim belə deyək də ətrafımda olan insanlar biz fərqinə varırdıq ki, bütün proseslər sırf insanın düşüncə tərzi ilə bağlı hissədə dayanır. Yəni tutaq ki, qanunvericiliyin icrası bizim ölkəmizin əslində biz baxsaq bir 10 il, 13 il qabaq sırf elektronlaşma, rəqəmsallaşma ilə bağlı, tutaq ki, elektron bizneslə bağlı dünyada bəlkə elektron belə deyək, qanunverici aktları qəbul edən ilk ölkələrdən biri bizik. Belə paradoksal indi görünə bilər indiki davranış belə deyək də modellərindən, amma biz əslində və yaxud texnoparklarla bağlı məsələlər bizə 2012-ci, 13-cü illərdən artıq müzakirə olunur. Hansı ki, biz MDB ölkələrinə baxsaq və s. onlarda son 3-5 ildir bu mövzular bəlkə həssasdır, amma müəyyən ölkələr çıxmaqla da, yəni. Amma biz bu proseslərə çox əslində əvvəllər başlamışdıq. Yəni bir 10 il, 15 il qabaq, amma ümumi inkişaf tempinə, dinamikasına, hətta son bir həftə 10 gün olar ölkədə qlobal innovasiya indeksi ilə bağlı bir rəqəmlər dünyada açıqlandı və ölkədə bu ölkəmizin mövqeyi ilə bağlı çox ciddi bir ajiotaja səbəb oldu ki, biz artıq bir neçə ildir çox belə təəssüf ki, bu dinamika çox geriyə doğru biz gedirik və oradakı indeksin altında subindekslər var və onları analitikasına aparan əsər biz baxırıq ki, biz əslində dediyim kimi, bunu nəyə görə hər zaman xüsusi vurğulayıram, proseslərə hal-hazırda bizi dəfələrlə artıq inkişaf tempinə görə ötən qonşu ölkələr, MDB ölkələrinə müqayisə etsək, biz onlardan illər öncə başlamamıza baxmayaraq, biz artıq əksər belə deyək də, subindekslərdə biz çox geridə qalırıq. Bu əksər məsələlərdə insan faktoruna dayanır və bütün bu prosesləri professional məzmunda icra etdiyim layihələrdə sezdiyimə görə mən başa düşdüm ki, və dövlətdə ümumiyyətlə bəzi layihələrin icrası çevik olmadığına görə, yəni qərarlar bəzən bir neçə strukturları əhatə etdiyinə görə, yəni qurumlar arası belə deyək də əməkdaşlıq nəzərdə tutulduğuna görə bu da çox normaldır. Çünki bir proses bir neçə təşkilatla həyata keçirilir. Onlar arasındakı münasibətlərə görə, müəyyən belə deyək, texniki məqamlara görə əksər hallarda da bu proseslərdə çeviklikdə kifayət qədər yubanmalar var və mən başa düşdüm ki, mən özümə bir platforma qursam və yaxşı mənada eyni dəyərləri paylaşdığım, eyni işlər görmək istədiyim insanlarla müəyyən layihələrdə bir yol getmək istəsəm, bu daha çevik olar, daha çox mən bəlkə partnyor taparam, bunlar olmaz, bunlar etmək olar, bu standartlardan daha biz çevik işlər görə bilərik. İdeya belə formalaşmışdı və mənim əsas məsələm sırf insan. Çünki dediyim kimi, həyat belə gətirib ki, olduğum bütün layihələrdə mənim hər zaman diqqət etdiyim tərəf insan olub ki, biz bu prosesdə fərqi yoxdur. Nazir müavini olaraq, layihə rəhbəri olaraq, bu işi tikən bir usta olaraq özümüzü necə aparırıq bu işin icrasında və oradakı prosesləri izlədikcə insanların o dəyərlərini, ümumiyyətlə potensialını necə icra etdiyi, ümumiyyətlə o niyə bir icra prosesində bu nöqtədə oturub, o olduğu bir yerdə niyə bu işi gördüyün fəlsəfəsini başa düşürmü və s. Sizcə bunlar çox kompleks amillərdir də. Bir insan ümumiyyətlə özünün kimliyini anlamırsa, hansı dəyərlərlə bu prosesləri idarə etdiyini anlamırsa və onun cəmiyyətə öz potensialını dərk etdikdən sonra o sahib olduğu belə deyək də, aktivlərlə cəmiyyətə necə fayda verə bilərsə, bütün əslində xoşbəxt mədəniyyətlər, xoşbəxt cəmiyyətlər elə formalaşır və mən Smart Nation-ı məhz bu fəlsəfə ilə qurmuşam ki, mən əksər hallarda fərqində idim ki, biz ümumiyyətlə niyə burada olduğumuzun, niyə bu yerdə olduğumuzun, niyə bu işlərin bir parçalıqçısı olduğumuzun fərqində deyilik, bilmirik, özümüzü əksər halda tanımırıq və tam cavabı odur ki, biz
komanda olaraq qərara gəldik ki, biz ümumiyyətlə müxtəlif auditoriyalardan 7-77-yə, hətta bizim ümumi mesajımız, missiyamız budur ki, 7-dən 77-yə, şəhərdən kəndə fərqi yoxdur, yəni istənilən tərəflə, fermerlə, startapla, gənclə, hətta artıq özünü reallaşdırmış biznes subyekti ilə belə və yaxud gənc ana ilə, yəni fərqli bizdə benefisiarlar var, belə deyək, layihə qrupları var. Onlara özlərinin kimliyini açmağa və bu kimlik üzərindən müxtəlif inkişaf texnikaları biz verməyə çalışırıq ki, müxtəlif biliklər, bu istər texnologiyanın təşviqi olsun və s. Layihənin məqsədindən dəyişə bilər. Dediyim kimi çox danışa bilərəm, ümumiləşdirsəm, Smart Nation ideyası bir insanı olduğu belə deyək də kimlikdən asılı olmayaraq birinci öz şəxsi potensialını dərk edərək, daha sonra fermer olsun və yaxud mədəniyyət işçisi olsun, gənc olsun, karyera inkişafında olan istənilən bir artıq onun sosial statusuna əsas götürüb biz onları artıq müxtəlif bilik və bacarıqlarla, yeni səriştələrlə, artıq bir proqramlarla onları A nöqtəsindən B nöqtəsinə aparırıq. Mən ümumiyyətlə istənilən bir insanın uğurlu olmağının tək səbəbi onun öz potensialının fərqində olmağından asılı olan bir şey kimi hesab eləyirəm. O baxımdan, yəni gördüyünüz iş doğrudan da o məqsədiniz doğrudan da çox dəyərlidir. Mövzumuzdan çox da yayınmaq istəmirəm əslində. Şəbnəm xanım, uzun müddət bu yaşıl texnologiyaların barəsində də bilirəm ki, çalışmısınız, onlarla işləmisiniz. Mənim üçün maraqlıdır. Yaşıl texnologiyanın innovasiyaya təsiri necədir bəs? Mən əslində birinci ölkə kontekstinə gətirəcəm məsələni, çünki ümumi kontekstdə istənilən halda internetdə məlumatlar oxuyuruq. Məncə bizim auditoriyamız üçün ölkənin reallıqlarından baxsaq maraqlıdır. Ümumiyyətlə Azərbaycanda yaşıl məzmun iqtisadiyyatda formalaşmalıdır. Birincisi, indi bunu ayrıca mən istərdim danışaq. Ümumiyyətlə, yaşıl mövzusu mənə görə bir mədəniyyətdir, bir davranış modelidir və yenə də insan faktoruna gəlir ki, öz düşüncə tərzində hansısa bir bu davranış mədəniyyəti olmayan tərəflər yaşıl iqtisadiyyat formalaşdıra bilməzlər və yaşıl texnologiya yaradan tərəf kimi də ola bilməzlər. Amma ümumi sırf yaşıl texnologiya və innovasiya kontekstindən biz müzakirə etsək, biz bizim iqtisadiyyata baxmalıyıq ki, Azərbaycan iqtisadiyyatında yaşıl mövzuları nə ehtiva edir. Yəni ölkəmizdə yaşıl sənayedə və yaxud hansısa bir iqtisadiyyatın digər istiqamətlərində yaşıl məzmun harda formalaşır və son ələxüsus 10 il baxsaq, ölkə özünü sırf iqtisadiyyatın neft və qazdan sonra, belə deyək də, biz iqtisadi diversifikasiya sahələrinə baxsaq, biz birinci istiqamət kimi özümüzü kənd təsərrüfatında tapırıq ki, ölkəmiz kənd təsərrüfatla bağlı dünyada sırf bunu yaxşı istehsal edən və eksport edən bir ölkələrdən biri kimi olsun və bu sahəyə illərdə ciddi subsidiyalar ayrılır, böyük kreditlər verilir ki, ölkə insanı kənd təsərrüfatla bağlı ciddi bir, necə deyim də, iqtisadiyyatda ciddi bir pay sahibi olsun bu sahə. Və dünyaya ümumiyyətlə baxsaq texnologiyaların inkişafına, hər bir ölkənin texnologiya istiqaməti o sahədə formalaşır ki, orada iqtisadiyyat güclü formada belə də inkişaf edir. Yəni iqtisadiyyatın inkişafı hər zaman nəyə labud edir Tükəz xanım? Biz bunu başa düşürük ki, harda inkişaf varsa, orada inkişaf ehtiyacı var, yəni dinamikası var və orada mütləq prosesləri, resurslarını optimallaşdıran, belə deyək də, qənaət edən, xərcləri azaldan yeni həllər yaranmalıdır. Və yaxud insanın orada iştirakını azaldan, çünki əksər hallarda bu xərcləri optimallaşdırır. İndi ümumi texnologiyalara məqsədinə baxanda bu ölkələrin iqtisadiyyatında o belə deyək də zəncirdə üzə çıxır ki, məhz həmin iqtisadiyyatın o hissəsində bir mətbəx qaynayır, belə deyək də, mətbəxdə qazan qaynayır. Ölkəmizdə iqtisadiyyatda bu əsas istiqamət kənd təsərrüfatıdır. Və kənd təsərrüfatında sırf yaşıl texnologiyanın ümumiyyətlə formalaşması, sırf belə yeni həllər yaranırsa əgər və yaxud yaşıl texnologiyanın tətbiqi yaranan və yaxud kənardan aldığımız, xaricdən ölkəyə gətirib adaptasiya elədiyimiz həllərin tətbiqi üçün daha çox belə deyək də, zərurət var. Çünki sırf kənd təsərrüfatına qayıtsam, bugün kənd təsərrüfatı belə deyək də, yaradan tərəflər nəylə, yəni bu məhsulu harda alırlar? Su istifadə edirlər,
torpaq istifadə edirlər, digər resurslar istifadə edirlər, gübrələr istifadə edirlər və s. və yaxud hansısa bir prosesdə bu tullantılar şəklində yenidən qayıdır. Və burada biz həmin o kənd təsərrüfatı belə deyək, məhsullarını yaradan tərəflərə, belə deyək, fermerlərə biz yeni texnologiyalar tutaq ki, gətirməliyik və yaxud gətirməliyikmi, bu da ayrı bir istiqamət mövzusudur. Amma ümumiyyətlə yaşıl texnologiyalar deyəndə ölkə iqtisadiyyatında harda ki yaşıl mövzular formalaşır. Bu kənd təsərrüfatı da indi daha çox son 2-3 ildə mən düşünürəm ki, ölkədə düzdür, əvvəllər bu proses başlamışdı. Ölkə belə deyək də ali rəhbərlik formasında reformalarla, islahatlarla, amma artıq biz bunun böyük yeni sənaye müəssisələrindən görürük ki, alternativ enerji ilə bağlı, bərpa olunan enerji ilə bağlı yeni müəssisələr salınır və s. Burada da sırf yaşıl texnologiyalarla bağlı bir məzmun yaranır. Bu tamamilə yeni bir sahədir. Bu da yaşıl texnologiyaların sırf iqtisadiyyatda formalaşmalı olduğu bir istiqamətdir və bir istiqamətə xüsusi vurğulamaq istəyirəm. Bu dairəvi iqtisadiyyat əslində son vaxtlar burada da görürəm və çox sevinirəm ki, artıq belə platformalar var və belə ekspertlər var ki, bu mövzunu professional şəkildə indi kontent quruculuğu kontekstində həm də biz sizlə bir danışmaq imkanımız oldu. Artıq layihələrlə də bu mövzu artıq gündəmə gəlir və dairəvi iqtisadiyyatda bu tullantı belə deyək də, iqtisadiyyatı deyilən, tullantı menecmenti deyilən bir sahə var. Düzdür, Balaxanında qurulmuş bir texnologiyalar parkı var və onun əsas belə deyək də özünü ixtisaslaşdırdığı istiqamətlərdən biri sırf bu tullantılarla bağlı, ümumiyyətlə dairəvi iqtisadiyyata dəstək verən müxtəlif zavod, fabriklərin orada birgə mərkəzləşmiş şəkildə olmasıdır. Bu əslində çox maraqlı bir klaster kimi biz oranı qeyd edə bilərik. Amma təəssüf ki, bir də Qarabağda bu indi orada əksər belə deyək də istiqamətlər yenidən qurulur. Bu mövzular orada əslində sıfırdan qurulması bəlkə daha mümbit məzmun formalaşır, amma ümumilikdə iqtisadiyyatımızda harda ki hələ ki ölkə iqtisadiyyatının ciddi payı sırf ağır belə deyək də sənayedə, sırf neft-qaz industriyasına formalaşır. Amma kənd təsərrüfatının özündə də, digər istiqamətlərdə də sırf tullantı menecmentlə bağlı müəyyən potensial sahələr var ki, hələ biz ora fokus olmamışıq. Ümumi bu istiqamətdə ümumiləşdirsəm fikrimi, yaşıl texnologiyalar sırf iqtisadiyyatın ciddi mənada inkişaf edən belə deyək də istiqamətlərindən formalaşmalıdır. Həm ideya oradan gəlməlidir, həm tətbiq orada baş verməlidir və ən ciddi məsələ, adətən texnologiyanın tətbiqi deyəndə biz tez-tez müxtəlif qruplarla işləyəndə bizə deyirlər ki, texnologiyalar çox ciddi investisiya tələb edir və bizə lazımdır ki, həmin istiqamətlərə ya subsidiyalar verilsin, ya aşağı faizlə kreditlər formalaşsın və s. Və o demək ki, yaşıl texnologiyaların tətbiqini biz danışırıqsa və yaxud deyiriksə ölkəmiz artıq öz sahələrinə uyğun yaşıl texnologiyaları yaradan tərəf olsun. Biz həm də həmin istiqamətlərə tez-tez yaşıl sahibkarlıqdan danışanda deyirik ki, ölkə özü təşviq mexanizmlərində qurmalıdır və oturuşmalıdır. Startap sahəsində belə deyək, geniş bir təcrübəniz var. Ümumiyyətlə startaplarda dayanıqlı innovasiyaların tətbiqi barəsində fikirləriniz maraqlıdır mənə. Bir də gənc sahibkarlar bu nöqtədə nəyə diqqət etməlidir? Startaplar əslində yenə də insan faktoruna bağlıdır. Biz ölkə startaplarının son illərdəki ən çox belə olduğu, belə nə bilim, qaynayıb çoxaldığı mühitlərə baxsaq, bu daha çox fintechdir, maliyyə texnologiyalarıdır, müəyyən istiqamətlər təhsil, edtechlə bağlı formalaşa bilər və s. və yaxud servis, belə deyək də, xidmət sektorunda maraqlı texnoloji həlləri formalaşır, amma ümumilikdə yaşıl texnologiyalar bununla bağlı startaplar, climate tech deyirik, bəzən buna ekotech deyirik, sonra agrotech də əslində yaşıl texnologiyanın içərisində olan var, amma bunu belə ayrı texniki istiqamətlərə bölməsəm, təəssüf ki, bizim ölkəmizdə bir startap camisində bu istiqamət hələ bir ayrıca bir istiqamət kimi dayanıqlı şəkildə oturmayıb. Nəyə görə vurğuluram dayanıqlı şəkli? Çünki müəyyən hakatonlar keçirilir, ideya müsabiqələri keçirilir, tematik və s. Ən çox da keçən il Cooperində belə çox belə dinamika var idi. Universitetlər çalışırdı keçirsin. Müəyyən bu belə deyək də
ixtisaslaşmış innovasiya mərkəzləri var ölkələrdə. Onlar bu istiqamətə ayrıca bir lanç elədilər, bu istiqamətdə akselerasiya proqramları, inkubasiya proqramları. Amma mən burada həm də peşəkar olaraq öz fikrimi bildirmək istəyirəm. Bu əslində gənc olaraq indi mən də Smart Nation rəhbəri olaraq biz maksimum çalışırıq gənclərin yanında olaq və bu prosesləri bir müxtəlif alətlərlə biz dəstək olaraq o gənclərimizə. Amma sırf peşəkar olaraq analiz elədikdə bu belə deyək də ekosistemi startaplarla bağlı, amma təəssüf ki, ölkədə bu cür istiqamətlər dayanıqlı deyil. Müəyyən belə tematik hakatonlar, yarışmalar olur, bitir, amma biz təəssüf ki, həmin texnologiyaların, yaradılan o həllərin sənayedə tətbiqini görmürük. Ona görə dayanıqlıq məsələsini mən burada vurğuladım. Çünki istənilən yaradılan bir ixtiranın, çünki startap nə yaradır? Əgər startapa qayıtsaq, o hansısa bir ideyanı bir biznes modelə çevirir də, yəni onun kommersiyalaşdırılmasını təmin edən bir solution yaradır. Həll yaradır, tətbiq yaradır, bir device yaradır, yəni hardware bir məhsul yaradır. Əgər onun ideyası müsabiqədən o tərəfə, yəni aldı öz nə bilim mükafatını, komandasından 3 gün sevindilər, qeyd elədilər. Hansısa bir mənada müəyyən etapa qədər bir prototip də yaratdılar. Amma onun sənaye tərəfindən adaptasiyası, biz ona texnoloji transfer deyirik, baş vermirsə, onda biz dayanıqlı həllərdən təəssüf ki, danışa bilmirik və çox təəssüf ki, mən istərdim bunu xüsusi vurğulayım. Ölkədə çox az sayda insan, peşəkar insan məsələnin bu tərəfinə toxunur. İstəyir yaşıl və yaşıl texnologiyalar ümumiyyətlə bu istiqaməti hələ ki danışan, müzakirə edən çox az sayda indi ətrafda təbii ki, peşəkarlar var, mütəmadi dost məclislərində hansısa bir tədbirlərdə bunu müzakirə edirik ki, nə gözəl ideyalar var. Ta ki, arası jüri kimi çıxış edirik və yaxud mentorları biz göndərəndə görürük ki, gəlirlər, çox maraqlı ideyalardan. İncə danışdıq sizdən tullantı menecmenti və yaxud dairəvi iqtisadiyyatla bağlı. Gəlirlər, deyirlər ki, uşaqlar var, bir dənə. Tutaq ki, yağların bu yaxınlarda mən həm də universitetdə akademik fəaliyyətə qayıtmışam bu il. Çox sevinirəm buna da və orada məsəl üçün ünsiyyətdə olduğum uşaqlardan hərdən elə maraqlı ideyalar eşidirəm ki, heç mən ümumi tutaq ki də 10-12 ildə bu ideyaları eşitməmişəm. Amma onları hətta mən yönəltsəm hansısa bir inkubasiya proqramına, akselerasiya proqramına, hakatonda qalib oldu. Çox təəssüf ki, Azərbaycanda korporativ dünya, sənaye və yaxud nə bilim o çəkdiyim təsərrüfatlar özü hazırdırmı ki, həmin o ideyaları götürsün, onu geniş tətbiqi, istehsalatı üçün reallaşdıran o komanda əslində özü olmalıdır, amma tətbiqi üçün o artıq böyük sənaye, böyük biznes özü hazır olmalıdır ki, ideya var, uşaqlar dəstəkləndi, ilkin prototip üçün biz pul tapdıq onlara, amma artıq o sənaye özü o adaptasiya tərəfini ki, bu kütləvi istehsalat olmalıdır. Onlar özləri o texnologiyaları alıb tətbiq edən tərəf kimi olmalıdır. Dünyada bu proseslər belə baş verir. Ona görə təəssüf ki, yaşıl texnologiyaların startaplarda mən uşaqların ideyasının belə deyək də ideya formalaşır, onlar sonradan üzərinə texniki ekspertlər tapırlar, ta ki, sizin kimi partnyorlar tapırlar ki, bu prosesdə siz onların yanında olasınız və yaxud su ilə bağlı bir həldirsə, tətbiqdirsə, ta ki, su istehlakının azaldılması. Onunla bağlı biz onları aidiyyatı tərəflərə yönəldirik, dövlət qurumları var, prosesdə aktiv olan və yaxud donor təşkilatlar var, maliyyə tərəflərini verən mentorlar var. Yəni, bu proseslərdə kifayət qədər bazar yaxşıdır. Səmimi şəkildə. Startaplar yəni bir etapa qədər məhsulunu gətirə bilir. Büdcə də tapa bilirlər, hətta müəyyən qədər, yəni böyük indi mən çox böyük bir investisiya rəqəmlərini demirəm. Amma ölkədə əksər özü bunu təkcə yaşıl texnologiyalara şamil eləmirəm. Əksər belə deyək də sahələrdə, amma sırf fintechlə bağlı bu məsələlər daha rahatdır. Çünki Azərbaycanda yeni innovasiya və həllərin yaradılması üçün banklar arasında çox maraqlı bir rəqabət var. Onlar öz müştərini saxlamaq üçün mütəmadi yeni həllər və yeni üzü görürsünüz də gündə biz müəyyən maliyyə alətləri istifadə edirik. Onlar arasında bir yaxşı bir rəqabət mövcuddur. Amma burada olan dinamikanı çıxmaq şərti ilə açığı mən digər sahələrdə sırf innovasiyaların tətbiqi ilə bağlı, o dediyim texnoloji transferlə bağlı ciddi bir təktük var təbii ki, o istisnalar hər zaman var, amma bu kütləvi dinamika yoxdur. Ona görə yaşıl texnologiyalarda olan startapların inkişafı ilə bağlı mən düşünürəm ki, bizim ölkə olaraq bu cür çətinliklərimiz var və COP əslində keçən il həmin o dediyim dövlət qurumları
işləyirdi. Sonra bizneslər, böyük bizneslər arasında, hətta tikinti segmenti özü bu yaşıl standartlar, yaşıl bina sertifikasiyaları, indi biz sizlə tam girsək hər şeyə gərək danışaq, amma bir də arada texniki belə məqamları qeyd eləmək istəyirəm ki, bununla bağlı belə maraqlı bir rəqabət var idi. Çalışırdılar ki, bu cür ideyası olan gənclərə də dəstək versinlər, amma təəssüf ki, kütləvi deyil. Hələ də bu kütləvi tendensiya müşahidə olunmur və sırf eko istiqamətdə, yaşıl istiqamətdə, kənd təsərrüfatı, Aktek istiqamətində tətbiqlə bağlı biz bu kütləvi yanaşmanı görmürük. Bəs yaşıl texnologiya və innovasiya sahəsində ümumiləşdirsək, gənclərə nə tövsiyə eləyərsiniz? Və öz ətrafımda gördüyüm yaxşı mənada eyni ağılda olduğum insanlardan, eyni düşüncəni, eyni dəyərləri paylaşdığım insanlardan gördüyüm odur ki, istənilən işi görərkən birinci onun mahiyyətini anlamaq lazımdır. Yəni həqiqətən bir hypedır, kopu idi, hamı bundan məşğul idi və yaxud nə bilim, gələn il fərqli bir tədbir olacaq. Məsəl üçün gələn il biz dünyaca bir şəhər salma forumunu keçirəcəyik və s. Yəni bu da fərqli bir istiqamətdir. Müxtəlif tematik məzmunlar hər zaman var. Nə gözəldir ki, ölkəmiz hər il dünyaca hansısa bir məsələyə ev sahibliyi eləyir və bununla bağlı əslində həmin istiqamətdə bir dinamika yaranır. Belə də hər kəs çalışır ki, qəşəng bir prosesin bir parçası olsun, bir məhsul yaratsın, müəyyən maliyyə bununla bağlı qabağa düşsün. Bu əladır. Amma çox təəssüf ki, mənim izlədiyim, hətta mən sizə deyirəm 2012-ci ildə mən bu tendensiyanı izləyirəm. Hansı insanlar ki, sizin kimi və yaxud bu prosesin arxasında özünün hansısa bir dəyəri yoxdursa, yəni tutaq ki də hər dəfə o yaşıllıqların yanından keçəndə həqiqətən hiss etmirsə ki, bu yaşıl mövzu mənə nə qədər toxunur və onun komandası üçün bu daimi bir dəyər deyilsə, o daimi layihənin davamlılığını apara bilməyəcək. Bu çox incə məqamdır. Hansı ki, mən özüm də dövlət qurumlarında işləyən tərəf olaraq hər zaman çalışmışam ki, gəncləri biz gətirək bu mövzuya, hype yaradaq, hamı desin ki, baxın, aqrar texnologiyalarda Şəbnəm xanımın komandası aqrar innovasiyaları həyata keçirdi. COP-da Smart Nation olaraq biz yaşıl mövzularla bağlı yeni innovativ həllər yaratdıq. Hamı istəyir ki, öz sektorunda bu cür innovasiyaların sayı çox olsun. Burada da bir yaxşı rəqabət var. Amma artıq məncə və bu aşağı-yuxarı bütün qurumlarda, bütün istiqamətlərdə bu mexanizmlə çalışır. Amma mən artıq son illər, məsəl üçün, başa düşdüyüm nöqtə nədir və nəyə görə artıq mən çox innovasiyadan danışmıram əslində. Daha çox insan inkişafından danışıram və Smart Nation-da bunun üçün qurmuşam. İnsan özünün yenə qayıdacağım o Smart Nation fəlsəfəsində bir startap olaraq fərqi yoxdur, bir biznes olaraq, bir sənaye müəssisəsi olaraq bizim yaratdığımız məhsul, bizim qurduğumuz biznes bir zəncir. Burada bizim özümüzün, öz ətrafımızda olduğumuz, anladığımız, mahiyyətini dərk etdiyimiz o, necə deyim də, ana xətt o biznesin mərkəzində oturmursa, onun dayanıqlığını qurmaq çox çətindir. Biz ən yaxşı halda biz 3-5 belə deyək də layihə icra edəcəyik, 3-5 qrant götürəcəyik və biz bu bazardan gedəcəyik. Ona görə mənim birinci sadəcə öz təcrübəmdən paylaşacağım bir tövsiyə deyək adına, nə istəyirsiniz deyər ki, gənclərə tövsiyəm bu olardı ki, biz birinci başa düşdüyümüz, sevdiyimiz işlə bağlı bir həll yaradaq. Bu yaşıl texnologiya da ola bilər. Bu yaxınlarda mən bir tədbirdə idim, bunu istəyirəm vurğulayım. Elə bunun üzərindən də tövsiyəmi yekunlaşdıracağam. Çox maraqlı ideyalar var və s. Kənd təsərrüfatla bağlı, dayanıqlı kənd təsərrüfatla bağlı çox bəyəndiyim işlərinin bir komanda uzun vaxtdır bir iş görür, süni intellektin tətbiqindən bağlı və s. Və orada gənclər və hər dəfə fərqli və işi çox gözəl qurublar ki, universitetlərdən hər dəfə eyni komandalar yox, fərqli komandalar, startaplar da, yəni uşaqlar gəlir, müəyyən ideya mərhələsində olan gənclər var, artıq prototipi olanlar var, müəyyən qədər hətta artıq sənayelərlə birləşmiş və artıq müəyyən, necə deyim də, satış eləmiş gənclər də var, bu çox sevindirici hallardır. Amma ümumilikdə hiss etdiyim o gənclərlə
belə deyək də, bizim danışıqlarda, müzakirələrdə, o qurumun da onlarla işinin gedişatında gənclər buna sadəcə bir hype kimi baxırlar. Yəni süni intellektdir, aqrosektordur. Məsəl üçün mən suallara, uşaqlara sual verəndə ki, gəlin oturaq danışaq da. Məsələn, siz bu mövzunu hardan tapdınız? Mən çox nadir insanlara rast gəlmişəm ki, o öz kənddəki nənəsinin probleminə həll yolu gətirmək istəyir. Real problemi görür. Onların əksəriyyəti başa düşür ki, burada bir hekaton var, burada bir yarışma var, burada 10.000 manat büdcə var. Nə yaxşıdır, mən süni intellekt həllərini özüm də istifadə edirəm, bütün komandam da, ailə üzvlərim hamı istifadə edirik. Amma orada biz müəyyən challenge-ları götürürük ki, məsəl üçün mənə deyilən ki, Azərbaycan aqrar sektorunda hansı problemlər var. Çünki o deyir ki, hə, ölkədə torpaqlar şoranlaşır, su ilə bağlı bizdə ciddi mənada su resursları get-gedə azalır. Bununla bağlı həll yaratmaq lazımdır. Əla, mən o uşaqlar ətrafa car çəkir, özü kimi gənclər, amma bu da çox maraqlı bir şeydir. Təşəbbüs var. Mən bunu mütləq təqdir edirəm. Yəni mənim indiki çıxışım heç bir halda gənclərin təşəbbüskar olmaq, bu cür tendensiyaları izləmək, bunun bir parçası olmaq niyyətini, yəni bu çox möhtəşəm bir şeydir ki, həqiqətən götürsə ümumi kütləni, gəncliyi ki, nə istədiyini bilməyən, hara getdiyini bilməyən, bunlarla müqayisədə bu möhtəşəm bir dinamikadır. Bunlar olsun. Amma sadəcə mən tövsiyəni ora gətirərdim ki, mütləq biz gördüyümüz işi kimin üçün görürük, niyə görürük? Mütləq o adamları tapaq, onların yanında olaq, onların dərdlərini onların özlərindən eşidək və ən çox tövsiyə etdiyim ikinci bir məzmun odur ki, texniki ekspertiza alaq. Çünki hansısa bir həlli formalaşdıra bilərik öz gördüyümüz tutaq ki də dünyadan, öz oturduğumuz kreslodan. Amma biz həqiqətən bu həll gətirdiyimiz insanların real olaraq tutaq bir fermerin yanında olub, onun gündəlik rutinini izləyib, onun çağırışlarını hiss etmədən, belə deyək də yaxşı mənada onun bir ailə üzvünə çevirib, bu həll mənim ailə üzvümün hansı probleminə bir yeni bir həll, bir necə deyim, onun hansı dərdinə mən çarə gətirirəm yanaşmasından yaradılmırsa, o əksər hallarda bu 12 illik təcrübəmə əsas götürərək mən o solutionların, o yaradılan texnologiyaların davamlılığını görməmişəm. Ona görə mən çağırış eləmək istəyirəm ki, gənclər mütləq həll yaratmaq istədiyi yanlarında olsun o şəxslərin, onlarla danışsınlar, onların o pain pointlərini deyək də, çağırışlarını özlərindən eşitsinlər və onda həm texniki o solution tərəfini qurmaq çox rahat olacaq. Çünki əksər hallarda elə ideyalar var, wow, sual verirsən texniki kontekstdən ki, bunu icrasını necə aparacaqsan, bir yerdə mütləq belə deyək də o zəncirdə o proses mapping deyirik biz orada. Proses zəncirdə qopma var. Çünki tam o prosesin özünü vizuallaşdıra bilməyib o tərəf, yəni. Biznes analitika yoxdur da, belə deyək və ikinci o hissəylə bağlamaq artıq istəyirəm ki, biz mütləq texniki ekspertiza alaq. Ki hansısa bir sırf yaşıl texnologiyalarla bağlı, çünki çox texniki mövzudur, çox belə deyək də konkret bir sahənin hansısa bir probleminə həll gətirən mövzudur və o sahədə olan tutaq ki, sizin kimi və yaxud hansısa bir su problemindən həll edən və yaxud bioçeşidliyin qorunmasına bağlı hansısa bir əpp yaradan insanların yanında mütləq olub o problemin onlardan öyrənib və o işi onlarla bir yerdə qurmaq lazımdır. Amma çox maraqlı sahədir və artıq bundan sonra dünyada gedən prosesləri izləsək ki, resursların artıq bütün dünya səfərbər olub ki, dünyada biz Xəzərin gözümüzün önündə necə çəkildiyini görürük. Gün və gün. Əvvəl biz tendensiyanı aylarla gedirdik ki, bulvara gəlmişəm, əvvəl daş oradaydı, indi baxın oradadır, nə bilim, çimərliyə gedirik, görürük ki, əvvəl məsəl üçün, hətta ictimai yaşa yerlərindən ki, burada bisetkalar var idi, söhbətgahlar, indi nə qədər dənizdən uzaqdadır və s. Bunlar artıq çox ciddi alarmlardır. Mən bu misalı tez-tez səsləndirirəm. Bəlkə artıq şablonlaşıb, amma bu çox sadə, əla bir mövzudur. Biz əgər adi bir insan olaraq bir marketə girəndə 30 növ su ala biliriksə, orada 30 növ su qablaşdırması varsa, o demək deyil ki, əslində
bir istehlakçı olaraq da marketdən bunu alanda. Həqiqətən ölkəmizin özünün su ilə bağlı resursları, hansı ki, kənd təsərrüfatı olsun, sənaye istehsalı, sənaye istehlakı üçün olsun, bu da bizim gördüyümüz o 30 növ qablaşdırma qədər çox çeşidli, zəngindir və yaxud və s. və s. Yəni davranış modelləri, davranış mədəniyyətlərinə də biraz indi iqtisadiyyat gedişatında, dairəvi iqtisadiyyat üçün ən önəmli mövzulardan biridir. Bu özü də sırf bu startap və yaşıl texnologiyalarla bağlı fəlsəfəni formalaşdıran bir şeydir. Çox sağ olun mənə dəvət etdiyinizə görə. Düşünürəm ki, hansısa bir istiqamətə bir nə bilim, xırda da olsa bir aydınlıq gətirə bildim. Çünki tez-tez dəvət olunuram hansısa bir istiqamətə, yaşıl texnologiya, yaşıl innovasiyalar. Amma sırf Smart Nation fəlsəfəsindən baxsaq və bir şəbnəm olaraq öz həyatdakı yanaşmama baxsaq, bu hər bir zaman bir mədəniyyətdir, bir davranış modelidir. Biz istəsək məhsul yaradaq, istəsək bir adi bir insan kimi yol gedərkən o təməl dəyərləri özümüz fəlsəfəni başa düşmürüksə, kop da gəlib gedəcək, bu cür şüarlar da bitəcək. Hətta startap kimi məhsul yaradıb 5000 manat qazanacağıq, 50000 manat qazanacağıq, amma biz onun fəlsəfəsini özümüz daxilimizdə, düşüncə tərzimiz olaraq başa düşmürüksə, biz onun davamlılığını qura bilməyəcəyik. Ona görə daha çox çağırış eləyərdim ki, içində olduğumuz istənilən halda, layihə kontekstində, tələbə kimi, müəllim kimi, biznes sahibi olaraq biz özümüz birinci gördüyümüz işlərin mahiyyətinə varaq. Çox sağ olun Şəbnəm xanım, çox maraqlı bir görüş oldu. Ümid eləyirəm ki, gənclərimiz üçün də bu faydalı olacaq. Təşəkkür edirəm bir daha. Əziz dinləyicilərimiz, biz isə növbəti podkastımızda görüşənədək sağ olun.